Salipti. Bura bir şey gelipti dostlar ben. Aziz və hörmətli dostlar, necəsiz? Umarım ki, yaxşısınız və halınız yaxşıdır. Mən yenə də gündəkinə çalışıram ki, bu günləri bir 4-5 səfə bu Hunərcəng adlı kitabdan ki, tərcümə olubdur zahirən Avropayi dillərin birindən və Döktür Həsən Həbibi rəhmətlik deyək, tərcümə edibdir və çox da içinə əl aparıbdır, öz nəzərlərini yazıbdır ya modernləşdiribdir və mütəəssifانə çox da əcib etiqada var. Zalibdir ki, bəlkə bunu bir klasda verib bir neçə nəfər tərcümə ediblər və onların farsısı çox pis imiş. Amma çünki bu rəis cümhurun müavini imiş, özünü bu həddə yendirməyibdir ki, mən də iştibah yazmayayım. Qoymayıbdır. Çox qələt imlayı və çox cümlə iştibahları var. Eyni halda biz bir edit deyərik, mühtəva, içəriliyi ya mühtəvasının editi əslən olmayıbdır. Ona görə çox belə bir əcib kitabdır. Hər halda bunun içində amma müfid bir şeylər vardır. Bilirik ki, kitabların hamısında, fars kitabların hamısında bizim beynimizi yıxamağa çalışırlar. İndi ya İranlılar yazırlar, ya xaricdə yazırlar, tərcümə olunur. Bunların hamısı bizim beynimizi yıxamağa çalışırlar. İki baxışla bu kitabları oxumalıyıq. Bir budur ki, həmişə hər kəlməni ki oxuruq, deyək ki, bu kəlmə ilə istəyirlər bizim beynimizi yıxıyalar, yuvalar. İkinci bu ki, nəqd, niyə bu sözü, bu cümləni yazdı? Bu cümlədən amac, hədəf nədir? Kimə xidmət edir? Elmi bir cümlədir, yəni intiqadi baxaq, sorğu altına aparaq, tamam sözləri. Hər halda yetişdik 79-cu səhifəyə, dünənləri bundan da biraz oxuduq, amma yenə qeydim elə oradan oxuyayım, çünki fəslin əvvəlidir. 6-cı fəslin əvvəli Nuqat-ı zəf və Nuqat-ı qüvvət belə bir adla gəlir. Və bu bizə çox mühümdür. Yəni, o ikinci əvvəl fəsli ki, cəng rəvani ya psikolojikal war, psychological war, o bizə çox mühümdir. İndi bu 6 və 7 də bizə çox mühüm olacaq. Fikir eləmirəm, bu kitabın bir çox yeri Güney Azərbaycan milli hərəkətdə çalışqan hər insana lazımdır ki, bunları oxusun və bilsin və misalların da orada özü zehninə gətirsin. Son tizo deyibdir ki, بطور کلی کسی که زمین را ابتدا اشغال می کند و منتظر دشمن می ماند در موضع قدرت است و کسی که دیرتر به محل می رسد و در دست زدن به جنگ کتاب می ورزد فی الحال ضعیف و ناتوان شده است. Yerdən danışır, yerin önəmindən. Bilirsiniz, indi də o cürdür, qədim də o cürdür. Ordular həmlə elərlər, bir yerdən bir yerə gedərlər. Məsələn, bu gedəndə deyər ki, mən filan yerdə durmalıyam, çünki orada su var, ya dərə var, ya körpü var, ya düzlükdür, ya dağ tərəfi var. Mən dağ tərəfində olacağam, o düzlükdə olacaqdır. Ya meşəlikdə gizlənəcəyəm. Hər halda bir gedən, məsələn, Ruslar gəliblər Ukrayna, bunlar nəzərdə alıblar ki, biz harada toqquşacağıq düşmənlə. Toqquşduq nöqtəni, bəzən əgər o nöqtəni keçsə şikəst gəlir. Məmulən gələr orada bir yerdə durar ki, orada buna şey verir. Düşmən gələr ona yaxın, orada savaşar. Ya da ki, gedər düşmənlə orada üz-üzə çıxar. İndi hər kəs əvvəl bir yerə yetişdi. Yerin, yaxçı yerin tutduğu, məsələn, deyək ki, indiki savaşlarda səngər əvəzinə gəlir, səngəri qazasan. Amma səngəri qazmaq özü bir gün iş aparır, hər sərbaz özünə 1 metr yer qaza heç olmasa və yorar, acaldar, ruhiyyəsini aradan aparar. Bu ehtiyacı var, istirahət eləsin. Amma əgər indi, məsələn, daşlıq ola, üst ola, yəni təpə başı ola, dağ başı ola. Siz fikir edin ki, məsələn, Qərə dağda
elə Təbrizdən çıxırsınız, belə gedirsiniz şeyə tərəf, Şimali Azərbaycana tərəf, Quzey Azərbaycana tərəf, tamam dağlıqdır. Fikrin ki, biri o dağda olsa, yolda gələnlərin hamısını görür da, bir dənə RPG ilə o yolda gələn maşınların hamısını vura bilər. Yəni, 2-3 nəfər olsa orada, o təpələrdə, deyirəm, bəlkə Təbrizin o 3 ayrımcı yolu var da, biri gedir, Xocaya gedir. O Xocanın o duzluqlardan o isə qoymaz maşın geçsin. Yəni, bu qədər önəm daşır. Təbii ki, maşınlar da, tanklar da çıxıb dağ dəri ilə gedə bilməz ki. Bu da bir şeydir. Ya məsələn, bəzi yerlər vardır ki, orada əgər biraz daş dığırrastılar gəlsə, hər halda deyir, hər kəs tez yetişsə bir yerə və yerin ərəb dilində əvariz, yerin üstündə olan arizələrdən, o indi daşdan, torpaqdan, sudan, qumdan, nə bilim, ağaçdan istifadə eləsə, o əli güclənər. O adam ki, gec gəlir, onun yeri tutmaq imkanı yoxdur. Mən, məsələn, dünən də misal verdim, Həzrət Məhəmmədin Uhud savaşı. Məsələn, o bizə bir misal deyilə. Bir vaxt gələn, normalda mümkündür su mənbələrin əldən verə, su olmasa çətinə düşər, özü gərək gətirə. Nə bilim, məsələn, indiki savaşlarda ya benzin məsələsi var, yakıt, akar yaxıt deyirlər Türkiyədə, yəni, məsələn, bizdə nəft var, benzin var, nə bilim, mazot var filan, bunların hamısı ki, bunlar var, qazol filan, bunların hamısına hərəsinin bir adı var bizdə. Amma Türkiyədə bunların hamısına deyir ki, akar yaxıt. Yaxıt, bilirsiniz, yanacaq, axar da ki, yəni mayə. Çox gözəl sözdür. Akar yaxıt. Çünki biri dedi, yaxıtlar var ki, axmazlar. Məsələn, daşlar. Farsça deyirlər ki, zoğal səng. Məsələn, bunlar. Ağaçlar, çöp. Nə bunlar? Axmazlar. Bunlar elə qurudular. Onun üçün, indi bunlar hamısı mühümmüdür. Həm bevaq gələ, həm də istəyə ki, əcəli ilə həmlə eləyə. Özünə səngər qazmayıb, filan eləyib. Bunlar. در نتیجه خبرگان هنر نظامی دشمن را به عرصه کارزار میکشانند نه اینکه دشمن آنها را به میدان بیاورد. Deyir, onlar ki, bir savaşı bilirlər, harda savaşağı seçirlər. Diqqət buyurun, indi biz Güney Azərbaycanda istiyoruz Fars rejimi ilə savaşaq şəhərlərimizdə. Biz bilirik ki, bunları hara çəkək. Bu mühümmüdür. Hangi tüsüyə çəkək? Mən dünən misal vurdum. Məsələn, fərz edin, Təbrizi misal vururam. Bazar ağzında tutur. Ki, bazar ağzı bilirsiniz. Biri Rasta küçüyə gedir, biri gedir Ustandari tərəfinə, biri də gedir Əminə, biri də gedir Gəcilə. İndi fikrin, biz burada durmuşuq. Dörd tərəfdə bu cür xiyabanın ortasında bu paslarla gəliblər, durublar orada. Bir əndiqu ilə danışırlar. Get, dur, vururam, əzərəm, filan bəhman. Siz məsələn, onlara bir daş atırsınız. Onlar o daş atılan yerə gəlir. O daşdan atılan yer, məsələn, qaçır Gəcilə tərəf. Gəcilə tərəf qaçanda bunlar daldan gəlirlər, bəsicilər, motorçular, filanlar, bəhmanlar ki, bunları bir qorxudalar, bunlar gedə. İndi, biraz gələndən sonra arxadan, məsələn, Rastəküdən və Əmindən gəlirlər, yolu bağlılar, Gəcil tərəfindəki qaldı ortada. Məsələn, yaxşı, o məscid nə mənədir orada? Əngəci, Ayətullah Əngəci məscidinin qabağında bu sipahpazlar orada 50 dana, 100 dana, o 20 dana, 30 dana sərbazı, dərəcədarı qaldı orada şeydə. İndi görün, o 20-30 dana sizə heç iş görə bilməz. 50 dana, 100 dana heç iş görə bilməz. Və vura da bilməzlər. Onun üçün sizsiniz ki, bunu istir desin. Siz düşməni hara çəkəsiz mühümmüdür. Qoymayasınız sizi düşmən çəkə ora. Sizi düşmən çəksə, sizi salacaq təliyə. Bir dəfə siz onu salasınız təliyə. Bu çox mühümdür. İndi məsələn bir dənə ayrı misal bıraq. Deyək ki, indi bazar ağzında rahpeymalıq qoyulubdur. Bir də insanlar burada sipahpazlarının, bəsicinin, 111-in, hər neçənin başını qatır. O tərəfdən bir dənə 50 nəfərlik, 100 nəfərlik qrup radio televizyonu alır. Tutuldu getdi. Yəni, əsli hədəf nədir? Diqqət buyurun, radio televizyondur. Ustandarlıqdır. Bunlar əsli hədəfdirlər. Çünki bunlar hökumətin o mərkəzidirlər. Siz bunları aldınız, təqribən hökumət yatmalıdır şəhərdə. Sipahpazların sitadı fərmandehisi. Bu çox mühümmüdür.
Şəhrin məsələn şeydə mən orada olanda o Danışsəran meydanının orada bir neçə təbəqə bir şey vardı, parking. Adı da elə parking təbəqatı idi. Onun fikrim axir təbəqəsi şey idi. Bu şəhrin monitoring sistemi. Yəni şəhrin harasında nə dürbün var, hamısının mərkəzi saxlamanın üst təbəqəsində idi. Siz fikrin ki, məsələn, oranı tutmasa şəhərdə şey eləyə bilərsiniz. Çünki polis də oradadır. Oradan deyir ki, filan yerdən filan gedin, çünki dürbünlərdən görür. İndi biz dürbünləri kör eləsək, görəcəksiniz ki, bu əsli yerləri aldınız, qutuldu getdi. Siz düşməni hara çəkirsiniz? Bazar ağzına. Niyə? Çünki onun əsli hədəfimiz ki, ustandaridir, məsələn, o parkingi təbəqatıdır, radio, televizyondur, Sipahın ya Bəsicin, xüsusən Sipahın, Bəsic mühüm deyil, mərkəzini almaqdır, bunlardan uzaq saxlayasınız. Oranı taraf, məsələn, gelib 5-6-100 nəfərlə mühasirləmə onu ələ getirdəsiniz. کسی که قادر است دشمن را با میل خودش به میدان بکشاند برای این کار به وی امtiyaz میدهد. İndi deyir ki, biz istiyoruz düşməni çəkək bir yerə. Biz savaşmaq istədiyimiz o yerdə ki, fikir düşməni əzəbilərik, ora çəkək. Düşmən də bunu bilir ki, mən ora geçsəm, bu məni əzər, mən burada durmalıyam. Ne etməlisiniz burada? Deyir ki, برای این کار به وی امtiyaz میدهید. Buna görə ki, düşmən sizə istədiyiniz yerdə gəlsin, sizlə üzbəyiz olsun, ona bir imtiyaz verirsiniz. Məsələn, qaçırsınız. Qaçırsınız, o gəlir dalınızca. Ya nə bilim, məsələn, bir ayrı yerdə baskı qoyursunuz, onu o tərəfə açın. Hər halda bir imtiyaz verirsiniz. İmtiyaz da üstünlük. Türkçəsi üstünlükdür. Və bedin tərtib müvəffəq nişəvət. Belə eləsəz müvəffəq olarsınız ki, onu istədiyiniz yeri çəkəsiniz və orada savaşasınız. Yenə dedim, bir dəfə də deyirəm, fikrin ki, biz istiyoruz ki, radio, televizyonun standartını, o kamera olan sistem, dedim, monitoring sisteminin mərkəzini alaq. Neyniyaq ki, bura niru getməsin. Hədəfimiz olardı, amma istəmirik ora sipah-pasdaran, bəhsiz filan, bəhman getsin olur. Neynəməliyik? Biz bu gücü bir ayrı yerə çəkməliyik. Bu gücü çəkdik bazar ağzına, çəkdik gəcilə, çəkdik filan yerə, burada mühasir elədik. Bu buradan çıxa bilməyəcək gedə radio, televizyona, gedə filana. Amma biz bunu çəkmək üçün bura, məsələn, zahirdə belə bərnamə tökürük ki, biz burada şey olacağıq. Və sonra qaçırıq, məsələn, dağılırıq, məsələn, Gülüstan bağının içinə, məsələn deyirəm. Və o da gəlir o tərəfə, deyir ki, bunlar qaçdılar, bir imtiyazdır. Amma əslində nə olur? Bizim hədəfimiz ki, bunlar burada ortaya salaq, bunlar Rastoküçab ətrafında qalsınlar və eləyə bilməsinlər, o birisi tərəflərə geçsinlər. Və kəsi ki, qadir است مانع دشمن شود تا به میدان بیاید در این کار با ضربه زدن به نیروهای وی توفیق پیدا میکنه. İndi istiyoruz ki, məsələn, radio, televizyonu alacağıq, ora getməsin. Yolları bağlırıq, məsələn, Abrəsandan bağlırıq yolu. Zindandan o tərəfdən də yolu bağlırıq. Deyirik ki, bunlara gəlməsin. Əgər biz eləyə bilək bunun yolunu bağlayaq, bu gələ bilməyə, onda ona zərbə vura bilərik. İndi, چنانچه امکان داشته باشید که برخی از نقاط حیاتی راه‌های استراتژیک دشمن را در اختیار بگیرید وی نمیتواند از آن راه‌ها عبور کند. Əgər eləyə biləsiniz, bu imkan sizdə olar ki, yolların bağlayasınız ki, gələ bilməyə, düşmən o yollardan ki, geçsin, onun həyati dediği burada məsələn körpülərdir, çox mühümmüdür. Dünənki bəhsdə dedi, təngə. Təngəni mən bu günləri tapdım, bizim dilimizdə 2 dənə mənası var. Bir boğaz deyirik, suda olsa, bir də yarrıgan deyirik, topraqda olsa. Yarrıgan o yerdir ki, bir dənə dərədir, çox dərin, dar, uzundur. Onun içi ilə yol var, eşiyi şeydir, dağlıqdır, qıraqlar dağlıqdır. Bura yarrıgan deyirik. Və çox yollar dünyada belədir. Onların içi ilə geçməyə məcburdurlar və orada siz eləyə bilərsiniz ki, onu aradan aparasınız. 2-3 nəfər rahatca eləyə bilər ki, bir dənə 100.000 nəfərlik ordunu aradan aparsınız. Və həmin cəhət Ustad Wang میگوید. Ustad Wang, ustad sözü yenə də bizə farslaşmış bir söz gəlir. Yəni, inanmıram ki, məsələn, Çində ustad sözü. İndi bəlkə də bunun adil bir şey gətiriblər, tərcümə ediblər, hər halda.
هنگامی که گربه بر سر سوراخ موش مستقر می شود 10,000 موش نیز جرأت بیرون آمدن از سوراخ را ندارد و هنگامی که یک ببر گذاری را زیر نظر میگیرد 10,000 جوزن قادر به عبور از آنجا نیستند. Deyir ki, indi misal vurur. Deyir, əgər bir dana pişik, diqqət buyurun, bir dana savaşçı yəni. Əgər bir dana siçanın yuvasının qabağında dura, o yuvanın içində 100.000 dana da siçan olsa, biri də cürət eləməz çıxsın. Biri də cürət eləyə bilməz, o dəlikdən çıxsın eşiyə və məsələn pişiyinə savaşsın. Çünki bilir ki, başını oradan uzaldıb eşiyə bunu öldürər. İndi fikir edin ki, dəqiqən bu ittifaq düşür. Deyir, məsələn, bir dana da bəbr, əgər qaflan, bir dana aslan, şer, bir də elə o cür bir dərədə dura, yarrığanda, əşalasında, dərəsində dura və oradan da ceyranların geçmək yolu oradır. 100.000 dana ceyran da olsa gedə bilməz. Çünki hamısı orada bir düşmən durubdur və bizim təhcə yolumuz odur. Gərək qeydələr də, çarələri odur, qeydələr ya da deyərlər ki, əlbəttə heyvanlarda bu şey var. Məsələn, təhcə yolu olsa, deyəcək, birimiz ölməliyik, birimiz ölək qalanmışıq. Və bunu da bilirlər ki, heyvanlarda bu ittifaq var. Yəni, heyvanların müsəlsəli yoxdur, vuralar, öldürələr. Heyvanlar çox gözəl bir sistemdir. Əslən, mən bilmirəm, niyə deyirlər qanuni cəngəl. Cəngəlin qanunu insanın ən böyük, mütərəqqi qanunundan mütərəqqidir. Yəni, qanuni cəngəl deyəndə, inanın, mənə nəzər gəlir ki, insanlar, məsələn, özlərini əcib görürlər. Əslən, cəngəl qanunu dünyanın ən yaxşı qanunudur. Məsələn, mən İsrağa gün bir videoya baxırdım, fikrim bu Instagramda da yaydım, ya dostlar görərlər hətmən. Bir dənə bəbridir, ağaçdadır, ağaçdan düşür bir ceyranı tutur, oradakı ceyranlar bir 3-4 addım qaçırlar, sonra deyirlər, tamam, bu tarixdə, bizlə işi yoxdur, çünki o fəqət onu yiyəcək. Amma insan belə deyir ki, insan müsəlsəli götürür, oradakı ceyranların hamısını öldürəcək, çünki deyir, bunlara aparıram, qoyaram, yaxcələ, ya sataram, qazanım. Heyvanlarda satıb qazanım, ya yaxcəldə saxlayım, yoxdur. Hətta heyvanlar israf da eləməzlər. Yəni, nə tür? Heyvanlar, məsələn, deyək ki, bunun yarısını yedim, da sabahları köhnəlibdir, bayat olubdur, yesəm məsmum olam, belə bir şey yoxdur. Onu axırı necə yiyəcəkdir? Hətta onların kəmik deyirlər türkcədə, sümük biz deyirik, kəmiklərini də yiyirlər heyvanlar. Amma biz o cür deyirik, biz qırarıq, tökərik ora ki, sonra satarıq bunları dərilərindən, nə bilim filan, hər yerindən pul qazanırıq. وقتی که دشمن در موضع قدرت است باید نحوه ضربه زدن به وی را بدانید. İndi əgər düşməniniz bizim bir yerdədir ki, güclüdür orada. Orada o yerin mövqeyiyyəti. Məsələn dedim, Təbrizdə biz heç vaxt diqqət eləmədiyimiz yer monitoring sistem. Şəhri monitor eləyən sistem. Dedim də adresi də haradır. O ən böyük bir yerdir. Çünki oradan sizi görür. Siz şəhrin harasındasınız, o sizi görür. Diqqət buyurursunuz. Deyir ki, vəqti ki, düşmən در موضع قدرت هست, o ona bir qudrət mövzeyidir. Ustandaridən də mühümmüdür, fərmandaridən də mühümmüdür, radio, televizyondan da mühümmüdür. Çünki bunların hamısını oradan görür və bilir ki, məsələn, orada 5 nəfər getdi, adam göndərir ora. Bayət nəhvə zərbə zədən be vey رو بدانید. Gərək biləsiniz ki, indi bu adam ki, oradan bizi monitoring eləyir, biz ona nə tür zərbə bıraq, haranı bıraq, 4 dənə sərbazı bıraq, ya yoxsa oranı bıraq. Sipapazdaranın, sitadın fərmandehisini bağlayaq, bərqin qət eləyək, telefon mərkəzini qət eləyək, bisimləri, müxabiratı qət eləyək ki, bunlar bir-birlərindən danışa bilməsinlər, yoxsa gedək 4 dənə sərbazla savaşaq. Onun üçün gərək bilək ki, harada biz ona zərbə vuruq. Və hingami ki, sirəs bayəd rah qorusunu saxtar, buna beşnasid. O zaman ki, düşməniniz doyubdur, qarnı doyubdur, qarnı doludur beləsi deyək, meydəsi doludur, onda savaşmağa halı var.
Amma o zaman siz gərək bir yol axtarasınız ki, onu acaldasınız. و زمانی که در حال استراحت است باید بتوانید وی را به کار وادارید. O zaman ki indi istirahət edir, atıram, mən bir istirahət edeyim, duraram, bir 2 saat mənə vaxt verin. Gərək elə eləyəsiz ki, o istirahət tapanmayacaq. Çünki orada onun ruhiyyəsini aradan aparacaqsınız. Yorulacaqdır, yəni yorğun olacaqdır, yuxusuz olacaqdır, əsəbani olacaqdır, təsvir tutanmayacaqdır, fərmandehləri ilə müşkilə tutacaqdır. Olan məni çəkdalıya istirahət edeyim, aralarında ixtilaf çıxır və bu sizin dərdinizə dəyər. در محله‌ای که باید به دشمن ضربه زد به یک باره سر آورید. O yerlərdə ki siz orada düşmənə zərbə vurasınız, ora yavaş-yavaş getməyin. Düşmən orada mütəvəccüh olmasın. Dedim, monitoring sistemi var. Gərək elə gedəsiniz ki, məsələn, fərzən 100 nəfər, 100 dana dost, bir-birləri ilə 5 dana timdir, 10 dana timdir, 20 dana timdir. Hər timin başında bir nəfər vardı, o birisi timin başında bir nəfər. Bunlar bir-birlərinə deyirlər ki, biz məsələn 10 dəqiqənin içində maşınlardan töküləcək radio televizyonun dövrəsinə. Amma 10 dəqiqənin içində. Və bu sürət çox mühümdür. Yəni, məsələn, 15 dəqiqə olsa spahpaslara məsələn gələr yetişər. Və به صورت محلی که وی منتظر شما نیست نقل مکان چه سرعتین o yerdə ki siz gözləmir ora gedəsiniz. Bu bahis olar ki düşməni də yolundurar. Xüsusən şəhərlərdə diqqət buyurun biz məsələn Təbrizdə 4 milyon yarım adam var. 5 milyon adam var Təbriz şəhərinin dediyimiz şəhərdə. Təbriz adında tanındığı məhəbbətə 4 milyon yarım 5 milyon adam var. Siz bunun lazım deyil. Harasından çıxsanız düşməni ora aparacaqsınız. Fərz buyurun ki 40 metrdə çıxdılar, polis getdi ora. 40 metr getdi Dalıya Bahar çıxır. Bahar getdi Dalıya Qaraqaş çıxır. Qaraqaş getdi, nə bilim, Yekətükanlar çıxır. Yekətükan getdi Maralan çıxır. Maralan getdi Vəliəs çıxır. Vəliəs getdi, nə bilim. Burada polis kollən hər cəhətdən yorulacaqdır. Və bu çox mühümdür bizə. Biz mütəəssifانه hələ elən bu şəkil, əslən bu şəkillərə yaxınlaşmırıq. دلیل این امر که بدون خستگی 1000 لی مسافت را پیموده اید این است که burada bir ayrı bir şey deyib elə bir. Okey. دلیل این امر که بدون خستگی 1000 لی مسافت را پیموده اید این است که در جاده انتخابی شما دشمن حضور ندارد. Deyir ki, əgər siz məsələn nağıllarda belə gəlib, nağıl deyirəm, bundan bizə tarix demirəm. Deyirlər ki, Moğollar məsələn filan yerdən filan yerə getdilər və heç kəs bunların qabağına çıxanmadı. Niyə? Çünki bunlar dedilər ki, əgər biz yavaş gedək, gündə 50 kilometr gedək, 100 kilometr gedək, bir adam tapılar ki, gündə 110 kilometr gedər, 10 kilometr bizdən qabaqdır, bizdən 2 gün qabağa düşər, düşmənə xəbər verər, düşmən hazırlaşar bizim qabağımızda. Niyə inəyəcəyik? Biz gecə-gündüz çapacağıq. Onun üçün Moğollar deyirlər, nağıllarda gecə-gündüz çapırdılar, ta şəhərə yetişdilər, onların əslən xəbərləri yox idi ki, o Moğollar gəldilər. Əslən xəbərləri yox idi. Cəlib budur, hətta buna görə ki, bəzi nağıllarda da belə deyirlər ki, atın əyağı, bir də məsələn, nə bilim, 1000 dana, 5000 dana, 10.000 dana atın, ya 100.000 dana atın əyağının yeri titrədər, bu yer irtiaş deyirlər də ərəbcə. İrtiaş icad edər və orada qulaq assa, biri başını qoyub yastığına yatır, görər ki, yerdə bir irtiaş vardır, durar deyər, hətmən düşmən gəlir. Bunun da deyir, əyağına şey qoyardılar, nəmət bağlardılar atların ayaqlarına ki, ayaqları yerə dəyəndə çox bərk olmasın. Hər halda, dedim, biraz nağıldır. Amma deyir ki, əgər siz 1000 kilometri gedirsiniz, bu ona görə gedə bilirsiniz, 1000 kilometri durmadan gedə bilirsiniz, düşmən sizi fikirləmir oradan gələcəksiniz. Pəs biz həmişə bunu nəzərdə almalıyıq ki, nə etməliyik? در عدم نفوذ کنید. در عدم نفوذ کنید. Cümlə ədəmə girmək çox çətindir. Hətta bunun yerinə tohi yazsaymış farsı kəlmə daha yaxşıymış. İçi boş yerlər, boş yerlərə girir. Yəni düşmən o yerdəki yoxdur, bunu istir desin. Düşmən o yerdəki yoxdur, ora gedin. Düşmən olan yerə getməyin. Çünki düşmən orada sizi gözlür. O yerə gedin ki, orada düşmən yoxdur. Və bi xələ ru numayid. Dedim xələ içi boş yerlərə, o yerlərə gedin, bu ikisi birdir. Və ançera düşmən az an defa mikonə dor bezənid. O şey ki, bir yer var ki, düşmən oranı qoruyur. Deyir, müstəqim getməyin ora. Gedin oranı döyür vurun. Məsələn, deyək ki, bunu yenə deyirəm, radio televizyon, Təbriz radio televizyonu danışgahdan gedirsiniz
zindana tərəf danışqa qabağından gedirsiniz. Orada sağ əldə radio televizyon var. Bir dana küçə könür ora. Küçənin də eyni fikrim 6 metr zaddır, yadımda olsa. Bir dana cıqqılı qapısı var, nərdədir. Yəni çox rahatca üstündən hoppulmaq olar. Çox rahat. Mənim kimi bir adam ki 50-60 yaşı var, onun üstündən hoppula bilər. Hələ qala məsələn cavan adamlar ki 25-26 yaşları vardı. Bunlar daha rahat onları hoppula bilər. Amma indi yaxşı buranı bağlayıblar. Deyir ki, bilirsiniz ki orada Niru vardı. Dostlar deyir ki, ay bala burada Niru var. Deyir ki, geçsin danışqahın dalısından, daldan gəlsin, girsin, daldan divardan düşsün, radio televizyonu alsın. Və dərcəyi ki, və intizarı şuma nis bər sərəvəri və bey zərbə zənid. O yerdə ki, düşmən sizi gözləmir, oradan çıxın bunu vurun. Dedim də, məsələn, radio televizyon danışqah tərəfindən girəsiniz, danışqahın içindən girəsiniz, ya nədir, orada dalda bir ayrı danışqah şimidir, nədir, oradan məsələn girəsiniz, məsələn gələsiniz, ya orada bir Bimaristxana Xumeyni'nin dalısından bir yol vardı, oradan gələsiniz, girəsiniz danışqaha, gələsiniz, buradan məsələn tutasınız. Ya məsələn, fərz buyurun ki, Ustandarinin qabaq qapıdan girənmirsiniz. Lazım deyil, gedəcəksən məsələn dalı qapıdan girəsən. Yəni məsələn gedəcəksiniz orada bir bange nə var, Karquşayı deyirlər adına. Darayıya girəndə ikinci küçədir, ya birinci küçədir. Dibdə bir bahdir. Ora qədim elə firqə dövründə də şey idi. Ərz edim xidmətinizə. Xaxi şeydi. Firqənin xaxi idi. Hökumətin milli hökumətin binası idi. Oradan girə bilərsiniz, məsələn, Ustandariyə, ya daldan girə bilərsiniz, ya gedib dalda o qədim bazardan, məsələn, girə bilərsiniz. Ya, məsələn, bunların dalı qapıların girişləri tapasınız, hardan girirlər, zerzəmilərdən girirlər, hardan çıxırlar, bunları tapmaq mühümdür. به هنگام حمله اگر مطمئن باشید که مورد حمله را تصرف خواهید کرد روشن می شود که دشمن از نقطه مورد حمله شما محافظت نمی کند. Deyir o zaman ki həmlə edirsiniz, bir yerə alasınız, mütməin olun ki düşmən bilmir ki siz ora gedirsiniz. Əgər düşmən orada çox olsa siz düşərsiniz təliyə. Elə eləyəcəksiniz düşmən bilməsin siz ora həmlə edirsiniz. اطمینان به نگهداری چیزی که از آن دفاع می کنید حاوی این معنی است که دشمن به نقطه‌ای که از آن دفاع می شود حمله نمی کند. Deyir, bu tərəfdən də düşmən orada durubdu. Məsələn, deyir, radio televizyonu qoruyur. Deyir, o qoruduğu yerdə düşmən mütməindir ki, mən bura adam qoymayacağam. Müqavimət edəcəkdir. Siz gərək bir ayrı yol axtarasınız ki, onun zehni ora getmir. Ya gücünün çoxunu ora toplamayıb. Dedim, məsələn, daldan دور ورسوز دانشگاهدان جلسیز içeriye. از این رو وقتی دشمن در مقابل کسانی قرار میگیرد که در هنر تهاجم و حمله خبره‌اند نمیداند در کجا باید از خود دفاع کند. Əgər biz bilsək ki, nədir həmlə eləyək ki, düşmən olan yerə getməyək, ayrı yerdən gedək oranı alaq, deyir, onda nə olar? Bu mənadadır ki, siz bilirsiniz, harda özünü düfa eləyəsiniz. و هنگامی که با کارشناسان تدافع روبرو می شود نمیداند یک جا به کجا حمله برد. deyir və o zaman da ki görür üzbəüzdür, düşmənlə üzbəüz düşdü. Bunun mənası da budur ki, bilmirdi hara həmlə eləsin. O yerə həmlə edib ki, düşmən oradadır. کارشناس جنگی وقتی غیر قابل لمس و بدون حضور مادی باشد از خود نشانی باقی نمیگذارد و برای نامحرمان سخنش ناشنیدنی است و بدین گونه است که دشمن را در اختیار خود میگیرد. İndi diqqət buyurun, deyir ki, rəvaniyə getdi. Cəngi rəvaniyə gedir. Bunların bir çoxu cəngi rəvanidir əlbəttə. Deyir ki, məsələn, mən əlan ki, buradan danışıram, bu özü cəngi rəvanidir. Yəni, əgər fərzən bizim 10 dana belə bir şeyimiz olub, bu cür savaş kitablarını oxuyalar, bizim düşmənimizin içinə vəlvələ düşər. Bu özü cəngi rəvanidir. Düşmənə deyir, düşmən həmişə deyir ki, bunlar hazırlaşırlar. Burada bir şey var. Məsələn, birdən görürsünüz ki, biri mənə zəh vurur. Məsələn, bu kitabı oxuyandan sonra məmulən belə olur. Biri zəh vurur. Biz istirik bir ərteş düzəldək. Məsələn, gəlin bizə köməklik edin. Bu istir mənim ağzımdan alsın ki, biz nə vəziyyətdəyik. Yaxçı, biz bunları deyir ki,
Əgər bir dənə savaş mütəxəssisi olsa adam, düşmən gərək sənin huzuru ləms eləməyə, bilməyə, görməyə. Ləms 5 yerdən olur da. İndi bunun əslisi qulaqdır, gözdür. Biz düşməni dadmayacaq ki. Biz düşməni əlimizi belə çəkib ləms eləməyəcək ki. Yox, biz eşitmək və görməklə çox düşmənin huzurunu bilirik. Deyir ki, gərək elə hərəkət eləyək ki, heç bir nişanə qoymayaq ki, o nişanənin üstündən bilək ki, biz nə edirik. Elə tərpəşməyək ki, bizi görə və elə tərpəşməyək ki, səsimizi eşidə. Və əgər istirik səsimizi eşitsin, biz istirik düşmənə deyək ki, məsələn, filan yerə toplanın. Düşmən ora geçsin, amma biz gedək ora ki, istirik ora. Bilirsiniz, bu o mühüm məsələlərdən biridir. 82-ci, 81-ci səhifəyə keçirik. Hun hissi, hu yens hissi. Deyibdir ki, mən kari میکنم که دشمن نقاط قوت مرا نقاط ضعف تلقی کند. Diqqət buyurun, bu şeydə, stratejistə deyibdir. Mən bir iş görürəm ki, mənim özümün güclü yerlərimi düşmən deyər zəifdir. Ora həmlə eləsin ki, mən güclüyəm. Çünki mən güclü olduğum yerə həmlə eləsə, ona əzəcəyəm. Pəs, deyir ki, elə bir iş görün ki, düşmən sizin güclü olduğunuz yeri rəvanidir. Yenə bu cəngi rəvanidir. Elə bir iş görün ki, sizin güclü yerlərinizi desin və siz gücsüzsünüz. O gücsüz olduğunuz yerdən sizə zərbə vurmağı istəyəcək. Ora gələndə düşəcək də ora. Nöqat-ı zəif tələqqi konad və nöqat-ı zəif mərə nöqat-ı quvvət. İndi deyir ki, bizim də bir yerlərdə zəifuq. Deyir, orada da bir cəngi rəvani salacaqsınız ki, biz burada çox güclüyük. O zəif yerimizə həmlə eləməsin, çünki güclüyük. Zəifuq, üzr istəyirəm. Güclü görsək özümüzü, düşmən desin ki, ora gedəmərəm, çünki ora geçsəm tora düşərəm və çox ölü yaralı verərəm. Mən ora getməyim. Görürsünüz, bu da cəngi rəvanidir. Yəni biz, məsələn, İran hey deyir ki, mənim muşəklərim var, hey muşək atır. Diqqət buyurun, hey muşək atır, mənim gücüm var, hey manevr edir, mənim gücüm var. Bu, özün güclü görsətməkdir. Yəni, o zəif yerlərin örtməkdir. Zəif yerlərin muşəklə mahvarinin mahvarinin yox, muşək atmaqla ya manovrla istəyir örtə. Məsələn, biz bilirik ki, gəmiləri zadları zəifdir, amma bu gəlir adına deyirlər qayığı tondru. Məmuli qayıqlarla, məsələn, burada bir 50, əvəzin ki, məsələn, bir dana gəmi gəlir, 200 dana, 500 dana qayığı gətirir burada yallah. Hərəsində 2 dana adam minib ki, fəqət motoru başarırlar, nəcib iş görürlər və heç birisi də orada güllə ata bilməz onun üstündə. Çünki o suda, o sürətlə gedir, aşağı yuxarı qalxır, o qayıq suda, orada əslən nişanəni qoysan 2 metrə vura bilməz. Amma o öz zəifin onunla örtür. Və der eyni hal, nüqat-ı qüvvəti veyra və nöqtə-i zəif bədəl konuyum. İndi eyni halda biz nə etməliyik? Onun qüvvət yerlərin zəifə çevirək. Məsələn, dedim, indi biz bilirik ki, monitoring sistemi Spapasların, Azərbaycanın şəhərlərində hardadır? Və bunlar nədir? Məsələn, biz bilirik ki, bunların kameraları şəhərdə hardadır? Görürük da, hər yerdə var. Bəzi çaharlaqlarda var, bəzi dirək başlarında vardır filan. Bunlara rəng atırıq. Onun sistemi zəiflə aradan getdi. Rəng atdıq qərərək, bunlar görmədi. Ya məsələn, bərgin kəsirik. Bilirik ki, onların jeneratoru olacaq, məsələn. Ya məsələn, gedirik, onların kompüter sistemini xərab edirik. Ya kompüter sistemini hək edirik. Bu da mühümdür. Yəni, məsələn, biz istəyirik ki, bir dənə əməliyyat eləyək, həkərlərimizə deyirik ki, buranı, məsələn, hək eləyin, dürbünlər işləməsin. Dürbünləri görməsinlər. Bu da onun nüqat-ı qüvvətin zəifi çevirtməkdir. Məsələn, nüqat-ı qüvvətin zəifdən çevirmək biri budur. Bilirik ki, Spapasların fərmandeyisi haradadır? İttilaatınki haradır, bəsicinki haradır, polisinki haradır, 111 haradır, filan haradır. Niyə edəcəksən? Bunları gedirsən orada oturursan, mühasirəyə salırsan, aparırsan, məsələn, oradakı olan maşınların hamısını itəlirsən, xiyabanın məsələn, pəncər edirsən. Yəni, bu, o nüqat-ı qüvvətin zəifə çevirsən. Çünki oradan da çıxanmadı. Gücü var orada. Məsələn, gülləsi var, müsəlsəli var, filanı var, amma oradan maşınları çıxa bilmir eşiyə.
رد پای خود را بدان گونه پنهان میکنیم که قابل کشف نباشد. Özümüzün dedim işlərimizin nümunəsi misal vurdum. Bunlar qədimçidir. İndiki moderndə biz nə mən eləyirik? Bu kameraları, telefonları, bilsinləri, bunları işdən salırıq, həkk eləyirik. Bunlar çox mühümdür. Məsələn, fikir edin ki, indi bizim həkərlərimizin bu fikrinə gələr ki, mən sipah-pasların, hesabların həkk eləyim, bahilərdən çövürün millətin hesabına tökün. Çox önəmlidir. Ya məsələn, idarə telefon, idarə internet, bunların kompüterlərini həkk eləyim, hamı görsənsin ki, pul veriblər. Amma heç kəs də pul verməyibdir. کسی که در خط دیگه بس سکوت پیشه میکنم تا هیچ کس نتواند صدایم را بشنود. Deyir mən əgər düşmənlə savaşanda bu da bir taş düşdü. Məsələn, bildirmirəm hara gedirəm, hardan gəlirəm. Səssiz oluram ki, bilməsin mənə sən bir iş görəcəyəm və yox. Məsələn, bu hizbilərə çox yaxşıdır. Hizbi olar. Məsələn, radyo, televizyonda deyir ki, sabahları çıxacaqsınız şeyə, amma hizb içəridə o adamlara deyir ki, biz adamlarınıza deyin, gələcəyik, gedəcəyik, məsələn, radyo, televizyon alaq, ustandlarını alaq, monitoring sistemi alaq. Tüm monitoring sistemi alandan sonra siz orada görürsünüz, şəhərdə polis ya, ittilaat ya, nə bilim, bu hər halda dövlət adamları hardan hara gedirlər. کسی که در خط مقدم جبهه غیر قابل مقاومت است به نقاط ضعف دشمن حمله میبرد. Deyir ki, əgər bir adam xətt müqəddəmdə savaşır, xətt müqəddəm şəhrin də içində ola bilər, şəhərdən eşikdə də ola bilər. Bunun üçün mühüm deyil, haradır. Müqəddəm yəni oradakı düşmən ilə üzbəüz olursunuz. Yaxın məsafədə olursunuz. Üzbəüz deməyim, yəni ya görürsünüz, ya da yaxın məsafədəsiz. Ona üzbəüz deyirlər. Deyir ki, o düşmənin o zaman sənin qabağında yəni müqavimətsiz olar. Sənin dayana bilməz sənin qabağında. O zamandır ki, nə olar? Sən onun düşmənin zəif yerin bilərsən, ora həmlə eləyirsən. Onda sənin qabağında dayanamaz. Fikir edin, məsələn, bu bazara gələtdir, sən bunların kələntərilərini işğal eləyəsən. Zəif edir. Çünki Nirusun kələntərilərindən, pasqahlarından çəkib döküb xiyabana. Sən burada 50-60 nəfər buradadır, amma sonra gelirsən orada pasqahları bir-bir tutursan, silahlanırsan. Bu, o zəfidir. Məsələn, 111 sipah-pasların bəsit, əgər oradan çıxıblar, özlərinin mərkəzləri boşdur, adam yoxdur orada. Onları almaq olar. Silahlar da oradadır, ambarlar da oradadır. Yəni, bu şeydir ki, biz bunları bilməliyik. Və düşmən bilməli ki, biz istəmirik, məsələn, bunlar... Qüvvətin zəfə çeviririk. Zəfin, yəni bunları gərək başaraq. Deyir ki, və kəsi ki, به هنگام نبرد در حال عقب نشینی قابل تعقیب نیست. Deyir, dalı da otursa, elə dalı otur ki, təqib olunmasın. Elə dalı oturur ki, düşmən bunu eləyə bilməsin, dalısıcan gəlsin. Çunun çalakanı cabıca میشه که دشمن نتواند به وی برسد. یعنی istəyirsən sürət ilə elə çabuk türkcə sözdür, çabuk deyirlər. Bu fikirlərim türkcədir. Yəni genel sözsüz mən lüğətşünas deyiləm, amma nəzərimə elə gəlir. Deyir ki, elə sürətlə, hızla hərəkət edir ki, düşmən bilmir bunlar hardan gəldilər, hardan getdilər, yox oldular. Besan bad بیایی و همانند برق عزیمت کنید. Deyir ki, yel kimi gəlin, ıldırım kimi gedin. Yəni, diqqət buyurun, yel kimi gəlin, yelin normalda biz səsin və gəlmağını bilmərik. O zaman bilərik ki, da gəlib bizə dəydi. Ildırım kimi gedin, ıldırımı bir saniyə görərək yoruq olar. Qabaqcında yox idi, sonra da yox idi. Bu qədər deyir ki, hızlı olur. Misal burada Japonun o şəmşir təmrinlərini dedim ki, onlar çox əcib təmrinlər edirlər ki, bizdə məsələn yoxdur. Sürət. وقتی که من در صدد جنگ باشم دشمن ولو آنچه خود را با حصارهای بلند و خندقهای عمیق و پرآب محافظت کند ناگزیر به درگیری است. Deyir ki, mən o zaman ki iradə eləyəm savaşa girəm, bir dənə strateji bunu deyir. Deyir, mən elə strateji götürürəm ki, düşmən əgər qələdə ola, deyək ki, məsələn, öz padğanındadır.
Dövrəsini də qazıbdır, dərin bir şeylər və içində su ilə doldurub şöyle düşənməyək. Deyir ki, mən nə inərəm? Bir cür elərəm ki, düşmən orada divarlardan çıxsın bu yüzden. Yəni o hesardan çıxsın eşiyə, eşikdə savaşsın. Deyir, bir cür elərəm ki, çıxadım. İndi bunu rəvani təhrik eləyəcəm, yoxsa bir kələk quracağam. Məsələn, biz getdik. Məsələn, bu olubdur savaşlarda. Məsələn, o əsbə torva deyirlər də, torva atı. Torva atında, məsələn, bir dənə at mücəssəməsi düzülüblər. İçinə 50 neçə dənə sərbaz yığıbdır. Qoyub orada çıxıb gediblər. Deyiblər, biz getdik. Gediblər təpənin dalısında gizləniblər. Ya 2 təpə, 3 təpə o yüzlükdə gizləniblər. Bunların da şeyləri, casusları gediblər. Qurban çıxdılar, getdilər. Bir dənə at qoyublar bunlar. O atı gətirdilər içəriyə. Bu özü məsələn bir yoldur da. Siz bunu eləyə bilirsiniz, içinə girəsiniz. Buna da çoxlu şeylər var. Məsələn, bəzən deyiblər, biz getdik evimizə də qalamırıq, qış gəlir. Məsələn, biraz gedibdir, orada gizlənibdir, bunlar çıxıblar, qapıları açıblar, bazarı açıblar, bunlar da gəliblər, 2-3 gün sonra gəliblər, tutublar məsələn. Ya məsələn, elə gediblər, şəhsən düşmən fürsət eləməyib qapıları bağlayır. Zira mən be mövziyi həmlə mikonəm və vey nagozir kömək bedan mövzi است. Deyir ki, mən o qələnin bir yerinə həmlə elərəm ki, o məcbur da oradan çıxa, qələdən çıxa və oraya gələ köməkliğə. Ora çünki zəif yeridir. Məsələn, bu serial ki, indi deyir, nədir? Dizi ki, Türkiyədə gedir. Alparslan. Orada görsədir, məsələn, bir dənə qələ var, bir dənə daha ordu saxlayan yer vardı. Ordunun qərargahı. O qərargahı, məsələn, bunlar alıblar, onlar oradan çıxıb gəlməlidirlər. Və məsələn, bu hələfə ilə bunun savaşının idaməsi var. Amma dostlar, burada mən sizə deyim, əgər mən bu kitabı oxumasaydım, başlamasaydım oxuyan və bunu oxuyandan sonra bu dəstan serialın qətlən burada pişnahadım bu dostlardan olar ki, ordu işlərindədirlər, strateji işlərdilər. Bu dəstan serialını tikə-tikə qoysunlar və üstündə danışsınlar ki, burada hangi stratejidən istifadə edir. Çünki əvvələn çox siyasi filmidir, yəni rəsmən bir dənə dövlət qurmaq sistemidir. Rəsmən bir dövlət qurmaq sistemidir. Hətta bu birisində tamam bu kitabda oxuduqlarımızı dedi. Keçən ki, ən son bölümdə bu kitabda oxuduqlarımızı belə dedi bax. Yəni o Çinli adama ki, o şah gəldi, danışdı, Xaqan. Çinli adama dəqiqən dedi ki, uzaqda olanda yaxın elə, yaxında olanda uzaq kimi, nə bilim, bunların hamısı bir dana ona, yəni bunlar hamısı çox önəmlidir. Ya məsələn, şah nə cür istəyir özün dövrəbərində olan adamların əlindən qutarsın və qudrəti alsın, əlinə təhcanını eləyə bilsin, düşmənlərin qabağında savaşdır. Məsələn, bu çox əcib məsələn bir ittifaqdır düşdü. Bizə çox mühümdür. Bu dəstan serialı təhlil üçün, analiz üçün bizə çox mühümdür. Yəni bizlər ki, danışqahımız yoxdur, dövlətimiz yoxdur, sistemimiz yoxdur. Bizə çox mühümdür ki, bunu dəstandan və o birisi seriallardan öyrəşək. Əslində, bəlkə Türkiyə serialları bizi təlim vermək üçün düzəlir. Yəni, Türkiyə gəlib bizə əsləhə vermir indi, güllə vermir, bizi padigana aparıb örgətmir. Amma o serialları bizə düzəldir. Çünki onun dövləti var. Onun müşkülü yoxdur ki. O NATO'nun üzvüdür, NATO'nun içimdə ordusu onun əlindədir, özü silah ürətir, özü falan. Onun müşkülü yoxdur. O bizə örgədir ki, olan özü necə təşkilatın, siyasət yanı nə mənə, savaş yanı nə mənə. هنگامی که من در صدد اجتناب از جنگ باشم ممکن است که با ترسیم خطی بر روی زمین تنها به دفاع از خود بپردازم. Deyir o zaman ki mən indi istəyirəm özümdən difa eləyəm, həmlə eləməyəm və istəmirəm savaşam əslində və o mənə həmlə edir. Deyir onda deyir kafidir ki yerdə bir xətt çəkəm, bir cızıq və deyəm ki bu cızıqda mən özümdən difa eləyəcəm. Xəttin türkçəsi cızıqdır. در نتیجه دشمن نمیتواند به من حمله کند. Çünki mən orada özümdən difaya hazırlaşdım. Deyir ki, o mənə həmlə eləyə bilməz. Çünki mən orduyam. Zira در این حال من وی را از خط سیری که مایل به تعقیب آن است منحرف می‌سازم. Deyir ki, onda mən onu o yerə ki, o istəyir getsin, oradan yolunu dəyişdirirəm. Ora gedəmir. Çünki deyir ki, bu burada mütəmərkizdir. Mən getsəm, bu mənə daldan həmlə elər.
Tomo adlı bir savaşçı da deyib ki, Tukuliang ki der Yanping ordu zده بود به وی ین و فرماندهان دیگر خود فرمان داد که نیروهای خود را جمع کنند و به طرف şərq hərəkət nümayəndə. Bir nəfər də bir yerdə durmuşdu, özünün فرماندهیlərine dedi ki, durun gedin şərqə tərəf. Tamam. شوکولیانگ فقط 10,000 مرد جنگی برای دفاع از şəhər باقی گذاشت. 10,000 nəfər qoydu şəhərdə qalsın ki, şəhərdən difa eləsin. Difanın türkçəsi, difa ərəbcədir, türkçəsi savunmaq. Savunsun şəhəri. و منتظر خبر ماند. خبر gözlədi. سومای گفت شوکولیانگ در شهر است و لشکریانش محدودند و در موضع قدرت نیست و فرماندهان و افسران وی روحیه خود را از دست دادند. این halda o فرمانده ki düşmən idi. O da dedi ki, bu şəhərdədir. Ləşkər çıxıb gedibdir. Ləşkərin əslisi 10,000 nəfər adam qalıbdır. Ruhiyyələri xarabdır. Fərmandehlər bir-birinin canına düşüblər filan. Bunları düşmən edir. Ha, diqqət buyurun. Düşmən elə görsənir ki, əsli güc çıxdı, getdi. 10,000 nəfər qaldı. Bunların fərmandehləri də bir-birinin canına düşüb. Yemək da yoxdur, məsələn. Yuxusuzdular filan. Biz də burada yox. Deyir, burada nə edeyim? در همان ایام شوکولیانگ مثل همیشه سرخوش و پرنشاط بود. Amma deyir, bu özü nə idi? Sərxoş o, yəni kefi yerində idi. Türkçəsi bu kəlmələrin hamısı kefi yerində idi özünün. و فرمان داد که بیرق‌ها را پایین بیاورند و طبل نزنند. Dedi ki, fərman verdi ki, o şey eləmişdi, niruların göndərmişdi da, o stratejist. Fərman əmr elədi ki, bayraqları gətir nəşaya. Bayraq üstü olanda, yəni biz bilirsiniz, məsələn, əlamət budur ki, hazırıq. Bayraq aşağı adılanda, yəni ki, biz hazır deyilik. Məsələn, istirahətə çıxdıq, yatmağa çıxdıq, ya hər nə mənə, ya təslim oluruq. و تبلیغات vurmayın, təbliğdə döyməyin. Mərdad cəngi را از خروج و حمله به دشمن منع کرد و dedi ki, qələdən çıxıb düşmənə həmlə eləməyin. Və səpəs 4 dərvazə şəhər را باز کرد. Dərvazələri 4 tərəfdən də açdı. Və sərbazan xud را به کوچه ها ریخت. Öz sərbazlarını dedin, küçələrə gedin məsələn. سومایی از ترس آنکه مبادا دامی گسترده شده باشد سرعت ارتش خود را به طرف کوههای شمال حرکت داد. به سرعت deyir ki, birdən bu dedi ki, oğlum bu adam təbliğ kəsdi. Bayraqları yendirdi, sərbazları da tökdü küçüyə. Oğlum, niyə bu bizə kələk çəkibdi? Gəlin buradan çıxaq gedək, bu bizə kələk çəkibdi. Bir dənə strateji eləyə bilir düşməni ruhiyyəsini xarab eləyib qaça. Şukuliyang به رئیس ستاد خود. İndi bu adam ki bu stratejini götürübdü qələnin içində, öz فرماندهlərinin başçısına çağırdı ki, Sumai فکر میکنه که من برایش دامی گستردم. O deyir, mən ona tələ qurmuşam. از این رو به طرف کو فرار میکند. O gedir dağa. بعداً هنگامی که سومایی از اصل قضیه خبردار شد از تأسف دست به دندان گزید. Amma sonra ki bildi olan bu sərbazları göndərmişdi dağda, bunu gözlürdülər. Əsli sərbazları 10,000 burada saxlamışdı. Ondan sonra deyir ki, əlin dişləməyə başladı. Biz deyərik ki, dilin dişləməyə başladı. Dəndon gezid odur. اگر 82 صفحه oxuyuram. اگر بتوانم آمادگی و آرایش دشمن را معلوم کنم و در این حال آمادگی و آرایش خود را پنهان نمایم میتوانم خود را متمرکز سازم. Bu adam deyir ki, əgər eləyə biləm ki, düşmən hardadır, nəcür durubdur. Əslən bunun sistemi eyni futbol kimi. Kim nəcür oynayacaq, harda oynayacaq. Dəqiqən savaşda belə bir şeydir. Deyir ki, əgər biləm ki, düşmənin oyuncuları harda nəcür durublar, nəcür vəziyyətdədirlər və mən də öz durumumu və oyuncularımı gizlədəm ki, kim harda duracaq, ki, traktor bu işi görmədi. Nə olur? Deyir, onda nə olacaqdır? Eləyə bilərəm gücümü toplayam, mütəmərkiz, ərəbcədir, türkçəsi toplamaq. Gücümü toplayam və neyəm? Düşmən ki, bayət pərayəm və düşmən də məcbur ola dağla. در صورتی که من گواهی خود را مترکز ساخته باشم و گواهی دشمن پراکنده داشته باشم میتوانم کل نیروهای خود را برای حمله به یک قسمت از گواهی وی به کار ببرم. Əgər mən güclərimi toplayam, düşməni də gücməli dağla, onda mən eləyə bilirəm düşmənin zəif yerinə həmlə eləyəm. در این حال از لحاظ عددی بر وی توفق خواهم داشت. حتی burada say hesabı, ədəd ərəbcə sözdür, türkçəsi say. Hətta adam saybaşı olsa da mən ondan üstün olam.
و چنانچه بتوانم تعداد زیادی را برای ضربه زدن به یک مشت مرد جنگی در محل مورد انتخاب به کار گیرم، تعداد کسانی که در این حمله با من سر کار دارن به حداقل خواهد شد. Deyir biləm mən o adamlar ki məndən savaşırlar, onları bir yerə toplayam və onların dağınıq hallarında şeyim, deyir onda mən onları az yekmoş, yəni çox az adamları burada cirə salacağam, onu orada tutacağam, bunu burada təliyə salacağam, biləsi aradan aparacağam və ən az vəziyyətə yeniləcəyəm. Bəray həmlə bir ayrıca elə həman Tomo deyir ki, Tomodan oxuyurduq əgər fikirləmisəm, ya Tomo taza bir adamdır. Deyir ki, برای حمله بر دشمن در جایی که منتظر این حمله نیست، مردانی که مجهز به اسلحه سبک هستند و نیز سوار نظام سخت کوش قوی را به کار میگیرند. Deyir ki, diqqət buyurun, bu dəqiqən burada Azərbaycanda Şuşanın stratejisini, Şuşanın azadlıq stratejisini deyir. Deyir, o yerdə ki, düşmən orada gözləmir. Şuşa şəhərində düşmən erməni Azərbaycan ordusunu gözləmir. Deyir, mən elə savaşçılardan istifadə edəcəyəm ki, elə silahlardan bu adamlardan istifadə edəcəyəm savaşda ki, yüngül silahları götürsünlər və ağır maşın, təyyarə bunlardan istifadə eləməyəcəyəm. Və onların kilidi, yəni önəmli yerlərinə həmlə eləyəcəyəm, tutacağam və onları müstərib eləyəcəyəm. Müstərib, yəni ruhiyyələrini dağıdacağam, qorxudacağam. Və cinahi çəp, düşmən və sərdarəbədən cinahi rast deyil. Deyir, elə eləyəcəyəm ki, bunun məsələn soluna həmlə eləyəndə solu qaçsın sağına, sağı qaçsın soluna. Yəni bu cürsü bir-birinə qatacağam bunları. Və به خاطر انداختن خط مقدم و کوبیدن ناگهانی عقبداران دشمن، سپرداران تنومند və kəmandاران نیرومند را به کار میگیرم. Deyir ki, bunları bir-birinə qatandan sonra dağılsın, qabağın hamısını bir-birinə qatandan sonra deyir, ondan sonra mən siperli adamları da göndərəcəyəm ki, bunlarla savaşsınlar. Ağır silahlı adamlar da geçsinlər, bunlarla savaşsınlar. Dəqiqən biz Şuşa savaşında üst-üstə bunu gördük. Çox az silahla girdilər düşmənin içinə, düşmən paltarında girdilər, hətta düşmənin dilini bilirdilər, bunların bir çoxu. Elə elədilər ki, düşmənin bilmədi ki, kim kimi vursun, özlərini vururdular. Və vaqəən deyir ki, Şuşada bilmirdilər hangi tərəfə qaçsın. Sonra da ki, təbii də, əsli yerdən də girəcəqdir ağır silahlar, maşınlar da, o yol ki, üstünə var, oradan girəcəklər. در وسط روز و وی را به حرکت در آوردن پرچم ها و بیرق ها فریب میدهم. Deyir, səhər tezdə, günüzün ortasında ki, o hər şeyi görür, pərçəmləri qolduram, yallah, hərəkət, şuar filan, bəhman, o desin, bəlkə biz şey eləyəcəyik, hərəkət edirik, hazırləşir. Gecə də təbliğ çalıram ki, desin ki, bunlar elə gecə də həmlə eləyəcəklər, yatmasın. Əslində istəyir onları rəvani cəhətdən yorsun. Düşmən ki, az tərs bər xud milərzət, quvay xud ra ehtiyatən təqsim میکنند. Deyir ki, düşmən ki, gördü ki, mən neynəmirəm, öz gücün bölür. Bölür, hərəsini bir yerə qoyur. Zayıflir da, güc bir yerdə olsa şey olur. Düşmən nə bayisi bedanı ki, mən dər koca be nəbərd mipərdazım. Düşmən gərək bilməyə, biz şəhrin harasında toplanacaq və hardan zərbə vuracaq. Elə eləyək ki, hər yerə toplansın və gücü dağılsın. Yəni, mən dedim dəfələrcə, biz gərək pasilahların, qabaqlarını tutaq, bu qoymayaq. Bunlar bahis olar ki, düşmənin gücü, məsələn, uslandarinin, fərmandarinin, nə bilim, o monitoringin, məsələn, monitoringə heç adam qoymazlar normalda. Bir-iki dənə, məsələn, içəridə, dalda da bir adamlar olsa, odur, yəni qoymazlar. Çünki millət bunu bilmir. Və radio televizyonda məmulən, mən bir-iki dəfə getmişəm içinə, Təbriz radio televizyonu, məsələn, 2 dənə o zaman sərbazı var idi qabaqda, ondan sonra heç zadı yox idi. Təbii ki, 2 dənə əli yalan adam deyəcəksə, onların əsləhəsini ala bilər. Elə, salam aleyküm, necəsiz, xoş gördük, bərabər, nə var, nə yox. Elə bərabər deyəcəksən, səlahını alacaqsan, qutulub gedəcək. Bu qədər çox şeydir. Yəni, xüsusən indi Güney Azərbaycanda şəhərlərin bir çox stratejik yerləri tutmaq çox rahatdır. Bu şərtlə ki, sistematik bir vəziyyətə girə bilək. Deyir ki, düşmən gərək bilməyə, mən harada ondan savaşmaq istəyirəm. چرا که اگر به محل نبرد من جاهل باشد میبایست در چند نقطه خود را در حال آماده باش نگه دارد. اگر bilməsə mən hardayam,
təxmin vuracaq ki, bunlar halarla həml eləyə bilərlər. Onlar da amadə başda olacaqdır, hazır olacaqdır. Onda nə olacaq? Ruhiyyəsi xarab olacaq, gücü azalacaq. Bir var ki, 1000 nəfər yığa bir yerə, bir var ki, bu 1000 nəfəri 10 yerə bölə. Hərəsi oldu 100 nəfər. Orada bir iş görənməzlər. و در نتیجه کسانی که در یکی از این نقاط در برابر من قرار میگیرن کم خواهند بود. تعداد اونları که bir yerdə sayı o az olacaqdır. Mənim qabağımda az adam olacaq. چون اگر در خط اول خود را مهیا سازد عقبداران وی ضعیف خواهند بود. Əgər gələ özün ön cibhədə, qabaqçı cibhədə, xətt müqəddəmdə özün gücləndirə, məcburdur ki, arxadakı ki vardı, onları gətirə qabağa. Buranı gücləndirə. İndi bura gətirəndə arxa zəif oldu. Sən əgər arxadan gələ bilsən iş getdi. Və əgər poşt ləşkər را آماده کند, ləşkərin arxasını gücləndirə, məcburdur ki, əvvəlki xəttdən adam çəkə dalı xəttdə. Onda da qabaq xətt zəifləyəcəkdir. Sən buradan həml eləyib apara bilərsən. Və əgər dərcinah çəp solda hazırlaşa, sağı zəiflədəcək. Sağda hazırlaşsa, solu zəiflədəcəkdir. Və beləliklə hər yerdə zəif olacaq. Tutardacaqdır. Şangyo deyibdi. Şangyo adında bir savaş mütəxəssisi deyibdi ki, düşmən qadir به کشف این مطلب نخواهد بود که عرابه ها واقعا به کجا در کجا به سر میبرند. دیگه düşmən baş tapmayacaq ki, واقعا siz hardasınız. الان که mən cənabınızın danışıram, mənim televizyonum açıqdır. Bu A xəbərdir الان. Demişəm bir dənə bərnamədə adı Sətir arası. Sətir araları fikirlən belə bir adı var. Vaqəən burada bir şeylər danışırlar ki, adam mən yəni əgər bu kitabı oxumağa gəlməsəydim onu qulaq asacaqdım. Yəni bir dənə danışqahdan çox orada generallar danışırlar. 4 dənə generaldır. Ya hətta əqəl 2 dənə general var. Stratejist generala stratejidən danışır orada. Ki Rusiya nə edir, Ukrayna nə edir, NATO nə edir, Rusiya nə edir. Yəni bunu biz istəyək, örgəşək, gələk bir danışqahda. Bavər buyurun, mən burada bir danışqah var şeydə, Albertada, Alberta'nın kəlgərisində. Strateji danışqahı, nizami strateji. Çox da ağır pul alır. Mən çox hazırəm pul verəm ki, o danışqah məni götürsün. Amma mütəəssifانه farsları qabağıma daşıdılar, bu danışqaha girə bilmədim. Bundan belə ki, oranın bir ustadı məndən himayət elədi getmək ora, amma sonunda farslar eləyə bildilər ki, qoymayırlar ki, mən orada o dərsi oxuyam. İstəyirəm deyəm ki, bizə çox önəmlidir ki, gedək onlar $1000 verək, bu örgəşək bunu. Bu televizyon əlan bizə bunu örgədir və biz buna qulaq asıb örgəşməliyik. Mən elə canlı bunu qoyuram bəzi günlər, əgər, amma düşübdür kitabını oxuma vaxtını. Deyir ki, düşmən bilməsin, bizim ərrabələrimiz, yəni ağır silahlarımız hardadılar, harda gizlətmişik. Səvar nizam mən در چه مکانی قد علم میکنند. Bilməsin ki, bizim səvar nizam qədim at idi, indi maşın olar ya, hər kəs. O nirularımız hardan çıxacaqlar. Qəd ələm qurən hardan çıxacaq. Yəni bilmirlər bunlar hardadılar və hardan çıxacaqlar. Piyadə nizamın vaqəən در کدام محل باید əməl کنه. Gərək düşmən bilməyək ki, sizin piyadə nizamınız, yenə də dedim, məsələn, piyadə gedən də hər halda, harda ortaya çıxacaqlar. Və həmin dəlil o qədər səssiz, o qədər üst örtülü, o qədər şey gedəcəklər, ərəbcə istitari gedəcəklər, özlərini gizləyir. İndi Türkiyədə kamuflaj deyirlər. Kamuflaj eləyəcəklər. Yəni təbiətlə gizləyəcəklər. Mən uşaq idim, yadıma gəlir kamuflaja bir çıxılı misal vurur. Dədəm ki, qutardı dostlar. Elə buradan qalsın. Videomuzun vaxtı qutardı. Sizi Allah'a tapşırıram. Sabahları 83-cü səhifənin son 2 paragrafını oxuyaram və davam verərik. Sağ qalın, salamat qalın. Hələlik.